ki, aləmlərin Rəbbi olan Allah. Dünyada elə adamlar var ki, onlar gələndə ayağa durub baş əyirsən. Ayağa durub, əldən ayaqdan gedirsən ki, məsələn, o gəlir. Lakin aləmlərin Rəbbi olan Allahın qarşısında bir dəfə də durmamısan. Bir dəfə də dəstəmaz alıb, Allahın huzurunda duracağım, belə şey olmuyor səndə. Qiyamət günü istər-istəməz deyəcəksən Allah Taala'nın qabağında. Allah Taala deyir ki, o gün Allah gələcək, وَيَدْعَوْنَ إِلَى السُّجُودِ İnsanlar çağırılacaqlar hara? Səcdə eləməyə. فَلَا يَسْتَطِعُونَ Səcdə eləməyəcəklər. Niyə? خَاشِعَةٌ أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّ Allah Taala deyir ki, onların gözləri zəlil bir görkəm almış halda dikəcəklər bir yerə gözlərini, qorxu içində. Niyə? Çünki dünyada ibadət eləmədikləri, əmrlərin yerinə yetirib, qadağalarından çəkinmədikləri, varlığını bilib, yoxmuş kimi yaşayanların Rəbbi gəlir. وَقَدْ كَانُوا يُدْعَوْنَ إِلَى السُّجُودِ وَهُمْ سَالِمُونَ Çünki onlar o günü səcdə elə bilməyəcəklər. Ona görə ki, dünyada sağlam ikən, bədən sağlam, cəsəd sağlam, ruzu var, əmin-amanlıqda yaşayır, azanları eşidir. Bütün bunların olduğu halda Allaha səcdə eləməkdən boyun qaçırdığına görə əzaların, belin, əlin, gözün, qulağın, ayaqların Rəbbi olan Allah icazə verməyəcək səcdə eləməyə. İstəyəcək səcdə eləmək. Lakin Allah Taala icazə verməyəcək. Fələ yastatiun. Allah deyir ki, bacarmayacaqlar. Bu onu göstərir ki, onlar istəyəcəklər səcdə eləsinlər. İnəyin buynuzunun sümüyü kimi, bəziləri deyirlər belinin dik, onurğu sümüyü kimi belləri dik dayanacaq. Əyilməyəcək. Allah Taala nə deyir? Əl-yevmə nəxtimu alə əfvahihim. O gün onların ağzını bağlayacaq. Və tukəllimunə. Təsəvvür elə. Allahu akbar. Bəzilər inanmır. Əlhəmdülillah biz inanmışıq və etiqad eləmişik ki, bu olacaq. Əl-yevmə nəxtimu alə əfvahihim. O gün ağızlarını bağlayacaq. Və tukəllimunə əydihim. Əlləri danışacaq. Və təşhədə aleyhim arculuhum bimə kənu yəksibun. Ayaqları əleyhilərinə şahidlik edəcək. Ayaqları, harama getdiyi ayaqları, haram tutduğu əlləri, harama baxdığı gözləri, musiqiyə qulaq asdığı qulaqları, insanların arxasıca fitnə törətdiyi o dilləri tam Allaha tabi olacaq. Tam Allah Taala'nın huzurunda. Hamısı əleyhində şahidlik edəcək. Kimə üzr gətirirsən, qəlbim təmizdir. Bəyəm ibadət eləyənlər hamısı qəlbi çirklidir ki, Allaha ibadət eləyirlər. Təsəvvür edin, bəzi insanlarda anlayışa baxın. Onlar elə fikirləşirlər ki, namazı o kəslər qılmalıdır ki, onlar günahlar eləyirlər.